70-80-ci illərin nənələrimizin cehizliyi olan Melchior qaralan metal qaşıq vilkalardan. Yəni bunlardan nə qədər varsa qaşığını da alıram, vilkasını da alıram, tortlapatkasını da alıram, çömçəsini də alıram. Qaralmış, göyərmiş, qırılmış, istifadəyə yararsız. Yəni Sovet dövrü nənə babalarımızdan qalma metal qaşıqlar, vilkalar, tortlapatkası, çömçələr nə qədər varsa hörmətli izləyicilər alıram. Yəni çox adam bilmir, görür ki bu qaşıqlar qaralıb tulluyurlar, göyərib tulluyursunuz, qırılıb tulluyursunuz, istifadəyə yararsız da tulluyursunuz. Yəni bunları tullamayın. Sizin o tulladıqlarınızı sonra gətirib bizə pulla satırlar. Bunlar 1960-70-ci illərin Sovet dövrü nənələrimizin cehizliyi olan Melchior qaralan metal qaşıq vilkalardır. Yəni qaşığı, vilkası, tortlapatkası, çömçəsi qırıq sınıq da olsa alıram. Nə qədər varsa kilosu 15 manatdan götürülür. Qırıq sınıq da olsa gətirin alıram və yaxud da bu risunkalar. Bunlar hamısı 1960-70-80-ci illər